Havaların soyunması və payız-qış mövsümünün başlanması ilə əlaqədar hər il qrip və başqa kəskin respirator virus infeksiyalarına yoluxma hallarında artımlar müşahidə edilir. Bu adi haldır və bu ildə eyni mənzərə ilə üzləşəcəyik. Bu sözləri Yeni Sabahın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb. O, deyib ki, hazırda ölkədə epidemioloji durum sabitdir. Kəskin respirator virus infeksiyalarına yoluxma hallarının sayının keçən il eyni dövr ilə müqayisədə artmadığını qeyd edə bilərik. Sentyabr ayında fəsli qripə yoluxma hallarında artım müşahidə edilmir. Əhali arasında ümumi və respirator əlamətlərlə müşahidə edilən xəstəlik kəskin respirator virus infeksiyalarıdır. Həkim bildirib ki, hava damcı üsulu ilə yayılan bütün KRV-dən qorunma üsulu universaldır. Bundan başqa, xəstələnmiş insanların aktiv aşkarı və kollektivdən müvəqqəti kənarlaşdırılması, otaqların tez-tez havalandırılması, qapalı məkanlarda toplaşmış insanlar arasında xəstələnmə halları olduqda maskadan istifadə edilməsi, əl gigiyenasına riayət olunması, sağlam həyat tərzi, düzgün qidalanma və açıq havada fiziki aktivliyi gözləməklə immuniteti yüksək səviyyədə saxlamaq, habelə dəyişkən havalarda düzgün geyim seçimi etmək yoluxma hallarının azalması üçün önəm daşıyır. Habelə risk qruplarına daxil olan insanların birinci növbədə qripə qarşı vaksinasiyası ciddi tövsiyə edilir. Klinik seyrə görə KRV və COVID-19 çox oxşar olduğu üçün bunları biri-birindən ayırmaq mümkün deyil. COVID-19 xəstəliyinin təsdiqlənməsi, şəxsin müayinəsindən keçməsi tələb olunur. Hazırda yeni koronavirus infeksiyasına yoluxma sayında artımlar qeyd edilmir.